Salam, bugün sizə 7-ci sinifdən 6-cı bölmənin ümumiləşdirici tapşırıqlarının izahını verəcəm. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Elə isə başlayaq birinci sualla. Qida zəncirini əmələ gətirən K, L, M və N canlılarından L və M karnivordur, N avtotrofdur, K isə herbivordur. L və M karnivordur deyirik. Karnivor nə idi? Karnivor heyvan mənşəli qida ilə qidalananlar. N avtotrofdur. Avtotroflar isə produsent orqanizmlərdir. K isə herbivordur. Herbivor isə ot mənşəli, yəni bitkilərlə qidalanan orqanizmlərdir. Bu canlılardan təşkil olunmuş qida zəncirinin düzgün verildiyi bəndi müəyyən edin. Biz bilirik ki, qida zənciri ilk olaraq produsentlə, yəni avtotrof orqanizmlə başlayır və burada avtotrof orqanizm N hərfi ilə işarə olunub. Deməli, N ilə başlayacaq. Ya B variantı uyğun gələcək, ya da C variantı. Baxaq. Daha sonra qida zəncirində avtotroflardan sonra, yəni produsent orqanizmlərdən sonra ilk olaraq ot yeyən heyvanlar gəlməlidir. Ot yeyən heyvanlar da herbivorlardır. Yəni N-dən sonra K gəlməlidir. Daha sonra isə birinci və ikinci dərəcəli karnivorlar gələcək. Yəni olacaq B variantı. Gəlin 2-yə baxaq. Su ekosisteminə aid qida şəbəkəsini nəzərdən keçirin. Şəklə əsasən sualları cavablandırın. Karnivorlar hansı rəqəmlə qeyd olunmuşdur? Karnivorlar dedikdə, yəni heyvan mənşəli qida ilə qidalananlar nəzərdə tutulur. Burada heyvan mənşəli qida ilə qidalananlar aiddir 1, 3 və bir də 5. Yəni A variantı nə olacaq? 1, 3 və 5. B-yə baxaq. Hansı rəqəmlə herbivorlar qeyd olunmuşdur? Herbivor isə bitki mənşəli qida ilə qidalananlardır. Herbivora isə aiddir yalnız 2. Hansı rəqəmlə omnivorlar qeyd olunmuşdur? Omnivor dedikdə isə həm bitki, həm də heyvan mənşəli qida ilə qidalananlar nəzərdə tutulur. Omnivorlara isə aiddir 6. Daha sonra avtotrof yolla öz qidasını hazırlayan canlılar hansı rəqəmlə qeyd olunmuşdur? Avtotrof yolla öz qidasını hazırlayan, yəni produsent orqanizmlər qeyd olunub 4 rəqəmi ilə. Plankton orqanizmlər hansı rəqəmlə qeyd olunmuşdur? Plankton dedikdə, yəni suda asılı vəziyyətdə qalan orqanizmlər nəzərdə tutulur. Suda asılı vəziyyətdə olan orqanizmlər isə 2, bir də 4-dür. 2, 4. Y-yə aid olacaq 2 və 4. F-ə baxaq. Nekton orqanizmlər hansı rəqəmlə qeyd olunmuşdur? Nekton orqanizmlər, yəni suda sərbəst üzən orqanizmlərdir. Nekton orqanizmlərə isə aiddir 1, 3, 5 və 6. 1, 3, 5 və 6 isə nekton orqanizmlərə aiddir. Üçüncü suala baxaq. Düzgün fikirləri seçin. Digərlərini silək ki, qarşılığı olmasın. Baxaq indi üçüncü suala. Nə deyir bizə? Düzgün fikirləri seçin. Herbivorlar ilkin konsumentlərdir. Bəli, düzdür. Herbivorlar bitki mənşəli qida ilə qidalanır. İlkin konsumentlərdir. Yəni hazır qida ilə qidalanırlar. Düzgün variantdır. Aya turu qoyaq. Karnivorlar produsentlə qidalanan canlılardır. Karnivorlar produsentlə qidalanır. Xeyr. Karnivorlar deməli produsentlə qidalanmır. Konsumentlərlə qidalanır. Yəni yanlışdır. Bir doğru, A doğrudur, B yanlışdır. C-yə baxaq. Bütün omnivorlar yırtıcı həyat tərzi keçirir. Bu da yanlışdır. Produsentlər avtotrof yolla qidalanırlar. Bəli, bu doğrudur. Qida zəncirinin son halqasında omnivor ola bilər. Bəli, ola bilər. Daha sonra F variantına baxaq. Herbivorlar omnivorlarla qidalanan canlılardır. Bu da yanlışdır. Çünki herbivorlar bitki mənşəli qida ilə qidalanırlar. Omnivor isə həm bitki, həm heyvanla qidalanan canlılardır. 4-ə baxaq. Kahı bitkiləri, dovşan, birələr qida zənciri diaqramında göstərilib. Sizcə bu diaqram hansı ekoloji piramida növünü göstərir? Deməli, biz bu ekoloji piramidaya baxaq. Deməli, kahı bitkisi, dovşan və birə verilmişdir bizə burada. Baxaq, ən böyük düzbucaqlı hansıdır burada? Birədir. Daha sonra kahı bitkisidir. Ən az isə dovşanın sayıdır. Biz baxırıq. Burada göstərilən ədəd piramidasıdır. Yazaq. A variantı bizə soruşur ki, hansı piramida nəzərdə tutulub burada? Burada nəzərdə tutulan ədəd piramidasıdır. Yazaq. Ədəd piramidası. Yaxşı, ədəd piramidasıdır. Bu diaqram nə üçün piramidaya bənzəmir bəs deyir? Nəyə görə piramidaya bənzəmir? Səbəb də odur ki, deməli burada sayı ən çox olan birələrdir. Kahı bitkilərinin üzərində biz bilirik ki, çoxlu sayda birələr yerləşir. Məsələn, bir kahı bitkisinin üzərində ola bilər ki, bir 10 ədəd birə yerləşsin. Deməli, kahı bitkisinin sayı birənin sayından az olur.
Aha. Həmçinin dovşanın sayı kaha bitkilərinin sayından da az olur. Dovşan da kaha bitkisi ilə qidalanır və dovşanın sayı kaha bitkilərinin sayından da az olmuş olur. Ona görə də artıq B variantında biz bu diaqramı piramidaya bənzətmirik. Ədədlər piramidasıdır burada həm də göstərilən. 5-ə baxaq. Şəklin A hissəsində meşə ekosisteminin qida şəbəkəsi, B hissəsində isə bu ekosistemin kiçik bir hissəsi üçün ədədlər və böyük kütlə piramidası göstərilmişdir. Baxaq. A variantı və B variantına baxaq. Deməli, A-da göstərilib meşə ekosisteminin qida şəbəkəsi. B-də isə bu ekosistemin kiçik bir hissəsi üçün ədədlər və böyük kütlə piramidası göstərilib. Bir də nə deyir bizə? Qida şəbəkəsinə əsasən hər ikisində də güvə olan 4 orqanizmdən ibarət 2 qida zəncirini dəftərinizdə qurun. Hər ikisində güvə olmalıdır. Biz güvəyə baxaq, oxlara burada baxaq. Deməli, güvələr palıd ağacı. Baxın, ox palıddan gedib güvəyə. Deməli, güvələr palıd ağacı ilə qidalanırlar. Deməli, qida zəncirinə belə başlayacağıq biz. Palıd ağacı, palıd, daha sonra güvə, daha sonra oxa baxın, böcəyə doğru gedib. Palıd, güvə, böcək və böcəkdən sonra isə ox yer eşənə doğru gedib. Ən sonunda da yer eşənlər. Daha sonra 2 ədəd zəncir istəyir bizdən. Birincisini qurduq. Daha sonra baxaq. Güvə, ağac və kol. Ağac və koldan da ox gedib güvəyə. Ağac. Ağacdan gedib güvəyə. Güvə. Güvədən hara gedib? Güvədən isə kiçik quşa gedib ox. Deməli, ağac, güvə. Daha sonra ağac, güvə, kiçik quş. Kiçik quşdan sonra isə oxara gedib, bayquşa gedib. Bayquş. 2 qida zəncirini qurduq. Birinci qida zəncirimiz belə oldu. Palıd, güvə, böcək, yerişən. İkinci qida zəncirimiz isə ağaclar və kollar, güvə, kiçik quşlar və bayquş. Oxa əsasən biz qida zəncirini qurmuş olduq. İndi bunu silək və keçək ikinci sualın izahını verməyə. İkinci sualda bizdən nə istəyir? Qida şəbəkəsində həm ilkin, həm də ikinci konsumet olan bir orqanizm adını dəftərinizdə qeyd edin. İlkin birinci dərəcəli konsumetlər. Bir şəklə baxın. Birinci dərəcəli konsumetlər burada hansıdır? Bitki ilə qidalanan birinci dərəcəlilər. Baxın, cücülərdir burada, güvədir, soxulcandır, yarpaqla qidalanan digər canlılardır. Bunlar oldu birinci dərəcəli konsumetlər. Birinci baxın bunlardır cücülər, güvələr, yarpaqla qidalanan canlı, bir də soxulcan. Sonra bizdən ikinci dərəcəli konsumetləri soruşur. İkinci dərəcəlilər isə siçandır, kiçik quşdur, böcəkdir. Əgər belə. Sonra üçüncüyə baxaq. Xəzəlin tökülən saralmış quru yarpaqların azalması siçanların sayının azalmasına səbəb ola bilərmi? Xeyr, nəyə görə? Səbəb də çünki siçanlar sadəcə deməli xəzəllə qidalanmır. Siçanın qidasını ağaclar, kol bitkiləri, cücülər də təşkil etdiyinə görə, yəni xəzəlin azalması siçanın sayının azalmasına birbaşa təsirini göstərməyəcək. Daha sonra 4-ə baxaq. Ədədlər və böyük kütlə piramidasının Y səviyyəsinin niyə belə fərqli geniş olduğunu izah edin. Baxaq bura. Ədədlər piramidası da verilib, böyük kütlə piramidası da verilib. Ədədlər piramidasına əsasən tutalım hər hansı bir ağac verilib bizə burada. Sayı 200 ədəddir, 0,1 hektara düşən sayı. Deməli, daha sonra ədədlər piramidasında digər ağacın üzərində olan digər canlılar da verilmişdir bizə burada. Böyük kütlə piramidasında isə 1 kvadrat metrə düşən qram verilib və biz ümumiyyətlə belə düşünək. Ağacın üzərində yaşayan canlının kütləsi ağacın kütləsindən az olur. Ağacın böyük kütləsindən az olur. Ona görə də burada böyük kütlə piramidasında ən böyük kütlə Y aid olacaq. Səbəb odur. Daha sonra keçək indi 6-cı suala. Bir ildə ot bitkisinin 1 kvadrat metr sahəsində 21.500 kilojul enerji istehsal olunur. Bu otla qidalanan qoyuna ötürülən enerji miqdarı şəkildə göstərilib. Deməli, 1 kvadrat metr otda enerji 21.500-dür toplam. Qoyun bunun 3050 kilojulunu yeyir bu otun. Yeni böyük kütlə orqanizmində 120 kilojoldur. Qoyun tərəfindən itirilən enerji isə 2925 kilojoldur. Yeyilməyən ot isə 18450 kilojoldur. Ada bizə nə deyir?
Enerji səmərəliliyi qoyunda yeni biokütlənin yaranmasına sərf olunan enerji, bölünsün mövcud olunan enerji, vurulsun 100% düsturuna istifadə edərək qoyunun enerji səmərəliliyini hesablayın. Burada necə hesablayacağıq? Baxın, yeni biokütlə nə qədərdir? Yeni biokütlə verilib bizə 125. Mövcud olan enerji nə qədərdir? Baxaq, mövcud olan enerji isə 3050-dir. Yeyilən ot 3050-dir. Vuracağıq da 100%. Buradan da cavabı tapacağıq ki 4,1%. Sonra deyir ki, qoyunun yemədiyi otda olan 18.450 kilojul enerji ilə nə baş verə bilər? Yeyilməyən qidadır. Biz bilirik ki, redusentlər deməli üzvü qalıqları, qida qalıqlarını minerallaşdırırlar. Retriforlar qida qalıqlarını minerallaşdırırlar. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın.